burada bağırsaq bakteriyalarının xüsusilə rolu var. Nədir bu rol? Güman olunur ki, ümumiyyətlə belə deyək ki, 5 prinsipdən söz gedir və bu düşünülür ki, bu 5 prinsip əsasında həmin bakteriyaların insanın beyninə təsiri ortaya çıxır. Təbii ki, konkret %100 deyə bilmərik ki, məhz bu prinsipdir. Buna görə də 5 prinsipin cəmi şəkildə bu effektin ortaya çıxdığı nəzərdə tutulur. Bəs hansı prinsiplərdir bunlar? İlkin olaraq, bağırsaq bakteriyaları insan orqanizmi üçün çox vacib bir maddə ifraz edir. Daha doğrusu maddələr. Bu maddələr serotonin, dopamin və GABA'dır. Bəs nədir bu maddələr? Bu maddələr sinir sistemində sinir hüceyrələri arasındakı rabitəni təmin edir və eyni zamanda insanın depressiyaya meyilli olub-olmamasında, depressiya inkişaf elətdirib-elətdirməməsində böyük rol oynayır. Xüsusilə də serotonin. Və təsadüfi deyil ki, depressiya əleyhinə